Və xanım Zəhra o qədər ki, demiş ki, qadın aramlıq mənbəyi olmalıdır ailəsində. O qədər aramlıq mənbəyi idi ki, Həzrət Əli əleyhissalamdan nəql olunur. Belə deyiblər ki, kuntu idən nəzərtu ilə Fatimə inkəşəftu anni əl-humum və lə-əhzan. Hədis belə deyir, biz deməli Fatiməyə baxanda, Fatiməyə nəzər edəndə ki, bizdə bir qəm, qüssə var idi, kədər var idi, deyir, Fatiməyə baxanda bizdən olan o qəm, qüssə, bizdə olan o hüznlər aradan gedərdi. Zəhra hüznü aradan aparardı. Xanım Zəhra hüznü aradan aparardı. Xanım Zəhraya baxıb aramlığımız yerinə gələrdi. Və bu hədis bunu göstərir ki, xanım Zəhranın ruhi nuraniyyəti, qəlb sakitliyi, ruhi bir nuraniyyəti və qəlb sakitliyini yayırdı. Ona baxırdılar, qəlbi sakit olurdu. Ona baxırdılar, ilahi bir məhəbbət oradan qaynaqlanırdı. İlahi bir məhəbbətin qaynağı idi. Onunla gedib ilahi bir məhəbbətə çatırdı.